Cinayət baş verib və cinayətin açılması məsələsi müəyyən zaman alan məsələdir. Və artıq sevindirici hal odur ki, həqiqət öz yerini tapmağa başlayır və kimlər ki, cinayət yolunu tutublar, gec-tez həbs olunurlar. İndi də həbs qəti imkan tədbiri Adnan Əhmədzadəyə münasibətdə baş verib və mənim də qənaətim, elə mən də o məsələni bağlı söylədim ki, miqyası nəzərə aldıqda bu bir nəfərin törədə biləcəyi cinayət deyil. Həm də cinayətin tərkibi təkcə iqtisadi ziyan və korrupsiya əməllərini yekunlaşdırır. Bu dərdin yarısı idi. Söhbət həm də dövləti cinayətdən, dövlətin təhlükəsizliyi ilə bağlı cinayətdən və Anti-Azərbaycan beynəlxalq dairələrə işləməkdən, onların əlində bir alətə çevrilməkdən gedir və bu daha ağır cinayətdir. Bu vətənə xəyanət elementlərini özündə etifa edir və biz hüquqi dövlətdə yaşadığımızdan mən hal-hazırki vəziyyətdə onun vətənə xəyanət etdiyinin iddiasında ola bilmirəm. Amma mən mətbuatdan oxuduqlarım və eşitdiklərim əsasında fikir səsləndirirəm. Bunun üçün qərar olmalıdır. Bunun üçün biz hüquqi dövləti və məhkəmənin müvafiq qərarı olmadığı təqdirdə kimsə o təqsirsizlik prezumpsiyası var bilirsiniz də. Yəni bütün bu reallıqları da qeyd eləməliyik. Amma istənilən halda Dövlət Təhlükəsizlik Xidmətinin bu cinayətin araşdırılmasına məşğul olmasının özü çox həqiqətə işıq saçır. Yəni bunu başqa hüquq mühafizə orqanları deyil, məhz Dövlət Təhlükəsizlik Xidmətinin bu cinayət işi ilə məşğul olması, onu araşdırması və həbsi də məhz onların həyata keçirilməsi bu dövləti cinayət məsələlərinə baş verdiyindən xəbər verir. Və mənim qənaətim də belədir ki, cinayətin miqyası o qədər böyükdür ki, belə olan vəziyyətdə bir nəfər, həm də ki, indiki halda elə də yüksək post tutmayan bir şəxsin belə ağır cinayət əməlinə imza atması müşkül məsələdir. Hətta mən deyərdim, qeyri-mümkündür. Burada mütləq mütəşəkkil cinayətkarlıq əməli baş verməlidir. Yəni, arxasında daha güclü fiqurlar və onu dəstəkləyən şəxslərin olması vacibdir. Həmin şəxslər kimlərdir, adları nədir, soyadları nədir, mən bilmirəm, xəbərim yoxdur bununla bağlı. Çünki bu istintaq bu işlə məşğul olur və yəqin ki, istintaqın nəticəsi olaraq biz dəfələrlə bunun şahidi olmuşuq ki, Respublika Prokurorluğu, Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə xalqa bəyanatlar veriblər, ictimaiyyəti məlumatlandırıblar və DTX da bu prosesdə həmişə fəal olub və hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti də istintaqın nəticəsi olaraq ictimaiyyətimizə müəyyən məlumatlar verəcək ki, hər hansı bir dezinformasiyaların yaranması üçün əsaslar olmasın.